Bugün biz dolğa bişiririk. Mən özüm dolğanı necə bişirirəm sizə göstərəcəm. Qatığı da özüm tuturam. Yəni qatığı özüm hazırlayıram. Ev qatığıdır. Birinci qatığımızı tökürük. Bir azca su əlavə eləyirəm ki, açmağa biraz rahat olsun deyə. Sonra da bişib qutarandan sonra, soğuyandan sonra biraz süd əlavə eləyirəm. Qaymaq əlavə eləyəcəm. Biz dolğanı şirin, yağlı sevirik. Buna da bir balaca su əlavə edirəm. Yumurta da əlavə edirik. Yumurtamız da kənd yumurtasıdır. Qəşəng tam açılana qədər çırpırıq. Bunu da əlavə edirik. Az, bir çay qaşığında qədər. Böyle yaxşı çalırıq. Sonra düyüsünü əlavə edirik. Altını yandırırıq. Mən bunu belə qarışdıra neyləmirəm. Ara bir belə gəlirəm, qarışdırıram. Bir. Aslında taxta qaşığı içində qoyanda onun çürüməsini də yəni qoruyur. Belə içində qoyuram. Qarışdırırıq. Ara bir belə qarışdırırıq. Yəni çürüməsin. Qarışdırırıq. Bu cür qatığımız isinib. Yəni heç bir çürümə yoxdur. Yəni tez qarışdırmırıq. Belə başqa işlərimi görürəm. Gəlirəm ara bir belə qarışdırıram. Tam qaynara düşənə qədər. Bizim dolğamız uca qaynayır. Görürsünüz, heç bir çürümə, heç nə yoxdur. Qaynayır qəşəng. Biraz da biz bunu qaynayanı gözləyəcəyik. Sonra göyərtisini tökəcəyik. Göyərtini də hazırlamışıq. Qəşəng axşamdan yuyub qurutduğum göyləri, onun içində kişniş, dağ kişnişi, kəvər, şüyüd, spanaq. Göylərin hər biri nanə, hər birindən var. Bax, belə qaynayır, gözəl. Heç bir şey yoxdur. Bu cür qaynaya qəşəngcənə biz buraya əlavə edirik, yuyub, qurudub, doğradığımız göyləri. Beş dəqiqədə göylə qaynadırıq. Göylər də biraz pişsin. Bizim dolğamız hazır olacaq. Biz buna su çox əlavə eləməmişik. Tam soğuyandan sonra pişmiş, soyuq süd əlavə edəcəyik. Dolğamız qaynayır. Bu cürə də baxa bilərsiniz. Necə gözəl tutdurub. İndi də biraz duzunu atacağım.
Tuzunu da tökdük. Tuzunu vurduq. Ondan sonra bir 2 dəqiqə də qaynatdıq. İndi söndürürük. Altını söndürürük. Ona görə göylərimiz biraz sveji qalsın. Və belə. Dolğamız hazırdır. İndi qaldı ki, bunun soğuması. Soğuyandan sonra da südünü əlavə etmək. İndi biz bunu belə qoyacağıq, ağzı açıq. Bu cürə də. Tezdir. Arada bir də yenə belə qarışdıracağıq ki, göyərtiləri tam özünə qarışsın. Hələlik bu durudur. Yəni bu hələ qatılanmayıb. Soğuyanda qatı olur. Ona görə bir balaca dadına baxıb sizə bunun dadını da demək istəyirəm. Necədir deyə. Qoxusu çox gözəldir. Çox gözəl. O nanənin, dağ kişnişinin ətri bürüyüb, otağı qoxularınızı bürüyüb. Çox dadlıdır. Çox ləzzətlidir. Şirin, göyərtilərinin dadı, hamısı qaydasında, yerində.